Allahın salamı olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar, mən bir kitabım var. Çox gözəl bir kitabdır. İpə sapa düzülməmiş incilər. Bu 27 ilin kitabıdır, amma çoxdandan yəni çıxıb. Bunu oxuyanda adama çox yaxşı hisslər gəlir. Yəni bir söz var, deyir, dərrakə yuxulu olur, onu tez-tez oyatmaq lazımdır. Burada dərrakəni oyadan gözəl, müdrik kəlamlar var. Hər bir şey haqqındadır. Bölmə-bölmə yazıblar. Hər bir şeyə aid var. Başlıq yazıb, sonra müdrik kəlamları yerləşdiriblər. Onlardan sizə oxuyun. Özümün də dərrakəm ayılsın. Gözəl olanları, yəni haqqı həmişə haqqın tərəfində durub, haqqı həmişə hayqırmaq lazımdır. Hər bir müsəlman öz maddi və mənəvi dəyərlərini digərləri ilə bölüşməlidir və bu kəlamdan xoşum gəlir və onlar, müsəlmanlar birlikdə qurtuluşa yetəcək. Mən də öz xoşum gəlir deyə, yəni digərlərinin də, haqdan xoşlananların da xoşun gələcəyini nəzərə alaraq paylaşırım. Buyurun, qulaq asaq inşallah. Öz eybini görən artıq malını yoxsullara verib, onları doyuran, lazım olmayan sözləri deməkdən çəkinən adamdır. Muhammed Peyğəmbər deyir sallallahu aleyhi və səlləm. Öz eybini görən adam, yəni artıq malını yoxsullara verib onları doyuran, lazım olmayan sözləri deməkdən çəkinən xoşbəxtdir. Xoşbəxtlik haqqında danışacaq indi. O bölməyə baxıram. Sonra Nəvvab deyib ki, xoşbəxtliyə can atan, belə görmürəm, gah görürəm, gah görmürəm, gözüm tutulur, açılır. Xoşbəxtliyə can atan hər kəs həmişə xəlvətdə də, aşkarda da zahirini və batilini pak saxlamalıdır. Zahirini və batilini hər kəs pak saxlamalıdır. Əgər xoşbəxtliyə can atırsa, həmişə xəlvətdə də, aşkarda da zahirini və batilini pak saxlamalıdır. Nəvvab deyib yenə ki, köksüz ağac olmadığı kimi, əməksiz, zəhmətsiz də saadət olmaz. Nə gözəl deyib. Köksüz ağac olmadığı kimi, zəhmətsiz, əməksiz də saadət olmaz. Yəni bir xoşbəxtlik haqqında bir söz deyirlər, onu da düz deyirlər, o da müdrik kəlamdır, onu da qeyd edək. Xoşbəxtlik zəhmət, iradə və əmək nəticəsində əldə edilir. Çenika deyib ki, xoşbəxtlik xeyirxahlıqdadır. Xoşbəxtlik xeyirxahlıqdadır. Həqiqətən. Nəyin olur olsun, istəyirsən dünya qədər mal dövlətin olsun, xoşbəxt ola bilmərsən əgər xeyirxah olmasın. Xoşbəxtlik 4 şeydən ibarətdir. Əsla paç, ürəyi paç, əsla paç, ürəyi paç, əli paç, rəyi doğru. Sidqi deyib bunu. Helveten deyib ki, başqalarını xoşbəxt edən adam özü bədbəxt ola bilməz. Vallahi, billahi düz sözdür. Herder deyib ki, xoşbəxtlik həyata keçmiş arzuların, nail olunmuş məqsədlərin və dincliklə təmin olunmuş tələbatların cəmidir. Xoşbəxtlik həyata keçmiş arzuların, nail olunmuş məqsədlərin, sözsüz ki, halal yolda, haqq yolda olan məqsədlərin, gözəl arzuların, keçmiş arzunun, əgər yaxşı arzudursa, pis arzu həyata keçərsə, yəni
bu xoşbəxtlik gətirməz. Çünki Allahımız buyurur ki, cümləni tamamlayım. Dincliklə təmin olunmuş tələbatların cəmidir. Həqiqətən də dinclik böyük bir qurtuluşdur. Kim kimə dinclik arzulamırsa, özü dünyanla bədbəxt olacaq. Allahımız da buyurur, kim kimə zərrə qədər də nə etsə, özünə dəyəcək. Onu demək istəyirdim ki, xoşbəxtlik həyata keçmiş arzuların, nail olunmuş məqsədlərin və dincliklə təmin olunmuş tələbatların cəmidir. Allahımız buyurur ki, bunu deyəndə bir şey yadıma düşdü. Arzular söhbətində Allahımız buyurur ki, siz elə şeylər var, arzulayırsınız, amma bilmirsiniz. Elə bilirsiniz ki, onu bilmirsiniz ki, onu bilmirsiniz ki, yəni sizin yaxşı hesab etdiyiniz şeylərin çoxu pis, ziyanlı, yəni pis ziyanlı hesab etdiyiniz çox şeyin də əslində xeyirli olduğunu deyirsiniz, bilmirsiniz. Onu Allah bilir. Həqiqətən də bir qədər sonra biz ayılırıq ki, mən elə bildim, yaxşı olacaq bu şey, demək ki, əslində pis imiş. Allah bilir, Allahımız buyurur. Siz bilmirsiniz, deyir. Ona görə də hər işdə Allaha təvəkkül edək, Allaha pənah aparaq, Allaha güvənək. İbadətimizi edib, Allahdan kömək diləyək və Allah hər zaman öz yardımı ilə köməyə yetəndir. Həyatımda görmüşəm bunu. Elə vallahi bu günlərdə yaşadığım şeylərdə də Allahın gücünə heç kimin gücü çata bilməz. Allah yenilməz güc qüvvət sahibidir. Xoşbəxtlik haqqında yenə də oxuyaq. Holbach deyir ki, yalnız fikir azadlığı adamları xeyirxah və insansevər kimi tərbiyə edə bilər. Fikir azadlığı adamları xeyirxah və insansevər kimi tərbiyə edə bilər. Hugo deyir ki, məşhur adam olmaq xoşbəxtlikdir. Faydalı olmaq isə hər kəsin borcudur. Əriməyən buz olmadığı kimi, qoy bunu bir də oxuyum, yadında saxlamağa çalışın. Məşhur adam olmaq xoşbəxtlikdir. Faydalı olmaq isə hər kəsin borcudur. Bəli. Məşhur adam olmaq xoşbəxtlikdir deyəndə ki, baxır nə mənada məşhursan da, yəni hamı bilir ki, kimisə zəlil etmək istəyən özü zəlil olacaq. Elə zəlil olmuş, zəlil etmək istəmiş məşhurlar, yəni pis ad qazanmış, pisliklə dolu olan, adın dəxli yoxdur. Yəni adı səhv də edirlər, qiyamət günü açılır ki, demə, böhtan imiş, pis adam deyilmiş filan kəs. Xar edirlər, sonra Allah xar edənlərə cəza verir. O pislik adı qazanmış, yaxşını isə əbəd saadətə qoşdur Allahımız. Məşhur adam Allahın gözündə, yəni xeyirxah, əslində Allahın nəzərində Allahın nəzərində uca olan, yəni ki, qiymətli olan insan məşhur olmasa da elə xoşbəxt. Yəni xoşbəxtlik, faydalı olmaq isə hər kəsin borcudur. Çox gözəl. Hugo deyib ki, əriməyən buz olmadığı kimi ömürlük xoşbəxtlik də yoxdur. Həqiqətən də. Xoşbəxtliyi əldə etmək asandır. Saxlamaq isə çətin. Çətin, yəni ki, yendirmək. Mənim nəzərimdə ibadət edən, Qurana əsasən də ibadət edən, Allaha ibadət edən, doğru düzgün ibadət etmək istəyən, ibadət edən xoşbəxtliyin qoruyub saxlayacaq. Bu dünyada da, axirətdə də nicət tapanlardan olacaqdır. Xoşbəxtliyi əldə etmək saxlamaqdan asandır, Alman atalar sözüdür. Səadət qapıdan girincə, səfalət bacadan çıxar. Türkçə atalar sözü. Bizim də evimizə səadət girib, şükür Allaha, bədniyyət bir adamdan, kürəkənindən, yəni qurtuluruq inşallah. Bu böyük bir səadət gətirəcək inşallah. İnşallah ki, qızım özünə qapılmasın və öz
məğrur addımları ilə, həyata qorxaq gözü ilə baxmasın. Heç əslində elə də deyil, elə də olmasın inşallah. Amin. Bütün insanlara Allah yolunda yürüyüb, xoşbəxtliyə çatmağa, nicat tapanlardan olmağa, şəxsən mənim kimi. Mən çox xoşbəxtəm, maşallah. Maşallah. İnşallah yenə də zikirlərə baxarıq, bu kanalda paylaşacağım. İndi müdrik sözlərə keçək. İndi atalar sözü. Xoşbəxtlik həmişə cəsurların tərəfində olur. Avreli deyib ki, ən yüksək elm müdriklikdir. Ən yüksək müdriklik isə xeyirxahlıqdır. Görürsünüzmü? Xeyirxahlıq demək, A bərabərdir B, B bərabərdir C, deməli A bərabərdir C. Ən yüksək elm müdriklikdir. Ən yüksək müdriklik isə xeyirxahlıqdır. İnsan böyük və möhtəşəm işlər görmək üçün doğulur. Alberto deyib. Yaxşılıq haqqında mühakimə yürütmək hələ yaxşı o adam olmaq deyildir. Həqiqətən də Allahımız buyurur ki, yaxşı sözləri, yaxşı əməllər ucaldar. Aristotel deyib onu ki, yaxşılıq haqqında mühakimə yürütmək hələ yaxşı adam olmaq deyil. Ömrümüzün axırına qədər sınanırıq. İnşallah davamlı olaq. Zikr əhlindən olaq. Amin. Onu da deyim ki, zikir o demək deyil ki, təsbihi çevirəsən, imini 33 dəfə, 34 dəfə, 50 dəfə, 100 dəfə nəsə deyəsən. Papuqay deyilik ki. Yəni, ürəkdən deyib, la ilahe illallah, la ilahe illallah, la ilahe illallah deyib, yaxud Allah Əkbər deyib, onu saymağa cəhd eləmək lazım deyil. Allahın böyüklüyünü qəbul eləmək lazımdır. Allahın birliyini qəbul eləmək lazımdır. Allahdan başqa ilah yoxdur kimi yaşamaq lazımdır. Yoxsa, yəni hamı bilir də, şirk qoşmaq, amma Allah Əkbər demək, la ilahe illallah demək, Sübhanallah və bəhəmdi demək bir yerə sığmır. Onlar ayrı-ayrı şeylərdir. Şirk bütün əməlləri yuyub aparır. Nə qədər istəyirsən milyardlarla xeyirlər ver, kimlərəsə dünyanı xilas eləməyə çalış, ancaq şirk qoşursansa, adam bütün əməlləri silməli. Yəni, Allahımız Quranda buyurur. Ona görə də, yenə də Qurandan ayəyə, 2 ayəyə əsasən mənasını deyim ki, Allahımız buyurur ki, imanın əsası Allaha tabi olmaq. Allaha tabi olmaq da 2-ci ayə mənasını deyirəm. Allaha tabi olmaq da Qurana əməl etməkdir. Xoşbəxtlik elə odur. Və insanların sözləri ilə müdrik sözlərə qaydanda, yəni desək, dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir. Belə bir adı yaxşı əməllərin müqabilində əldə etmək olar, Axundov deyib. Yaxşı əməllərin müqabilində adam yaxşı ad qoyub gedir. Rütbəni pul ilə, şan şöhrəti, rütbə ilə qazanmayanlar mənəvi hörmətə layiqdirlər. Afərin, nə gözəl deyib, Balzac. Rütbəni pul ilə, şan şöhrəti, rütbə ilə qazanmayanlar mənəvi hörmətə layiqdirlər. Baş əyirəm onların qarşısında. Mənəvi hörmət inşallah Allahı xatırlamaqla, Allahın ipinə sarılmaqla olur. Çünki rütbəni pulla almağa qalanda, məsələn, Allahımız buyurur ki, hey Quranda deyir ki, ədalətli olun, rüşvət almayın, rüşvət verməyin. Şan şöhrəti də rütbə ilə qazanmamaq üçün rütbənin sahibi olmaq lazımdır əslində. Rütbə, vəzifə o demək ki, hansısa sənə tapşırılmış vəzifəni yerinə yetirəsən. Mən böyük adamam deyib, hansısa rütbənin böyüklüyünə varanda
rütbə böyükdürsə, onda deməli məsuliyyəti də böyükdür. O məsuliyyəti yerinə yetirməklə insan məşğul olmalıdır. Özünün böyük adam olduğunu dillərdən eşitmək üçün yox. O zaman insan mənəvi hörmətə layiq olur. Yəni, insan, hamı bilir bunu, mənəvi hörmət, burada da dedi Balzac, rütbəni pul ilə, şan şöhrəti, rütbə ilə qazanmayanlar mənəvi hörmətə layiqdirlər. Baxxanov deyib ki, insan qəlbin incəliyindən doğduğu üçün, bağışlayın məni, gözüm görmədi, insan yox, insaf, deyirəm ha. İnsaf qəlbin incəliyindən doğduğu üçün, insaflı adam daşürəkli ola bilməz. Daşürəkli adamlar, yəni insaflı deyirlər və ayağını etidal cızığından kənara qoymaz. İnsaflı adam daşürəkli ola bilməz və etidal cızığından ayağını kənara qoya bilməz. Çünki insaf qəlbin incəliyindən doğur. Baxxanov deyib ki, mən bir nəvəm 5 yaşına çatır inşallah. O da çox həssas adamdır. İnanıram ki, o birisi balacadır hələ, o da gözəl insandır. Amma ki, yəni uşaqlar hamısı məsumdur, hamısı gözəldir. Ancaq o 5 yaşına çatana insaflı olacağına inanıram. Çünki o atasına oxşamaz inşallah. Çünki o həssas adamdır. Atası kimi daş ürəkli, belə mərdimazar kimi özünü aparıb kiməsə pislik edən deyil. İnşallah onlar uşaqların hamısını, gözəl insanlar, uşaqların hamısını Allahın dininə yönəldin. Din siyasətdir, din deyilməsin. Din tərbiyədir, ağılın inkişafı üçün mayadır. Din cənnətin açarıdır. Hansı din? Allahın dini. Dinimizin qaynağı da Qurandır. Sonra Baxxanov yenə deyib ki, insaf elə bir aynadır ki, insan öz işlərini yaxşı və yamanını orada görə bilir. İnsaflı olan adam öz işini yaxşı etdiyini, yaxud pis etdiyini insaf aynasında görür. Baxxanov yenə deyib ki, Baxxanovun bu kitab çoxdur, hamısını oxumuram, vaxtınızı almayın. Gözəldir deyə danışırıq. Baxxanov yenə deyib ki, bitirim indi. Bədbəxt adam o adama deyirlər ki, başqasına yaxşılıq etməyə bacardığı halda etməsin. Hə, bunu Baxxanov deyib deməli. Mən o başqa yerdən də oxumuşdum. Bədbəxt adam o adama deyilir ki, o başqasına yaxşılıq etməyə bacardığı halda etmir. Və insan yaxşı əməldən 2 dəfə zövq alır. Birincisi onu edəndə, ikincisi əvəzini görən zaman. İnsan yaxşı əməldən 2 dəfə zövq alır. Birincisi onu edəndə, həqiqətən də belədir. İndi bir dən qondarma yazarlar müdrik söz adı ilə. İkincisi də o ki, onun əvəzini görən zaman. Əvəzini, yəni adam bir yaxşılıq edəndə əvəz güdməməlidir. Onun əvəzini Allah verəcək. Allah verəndə xoşbəxt olacaq, adam yaxşılıq etdiyinin əvəzini alacaq, bəxtəvər olacaq. Allah sizi də bəxtəvər eləsin. Ey Allahın firqəsindən olmaq istəyənlər, sağ olun, hələlik. Allah amanında, inşallah yeni videolarda görüşənədək. Allah'a əmanət olun.